ildir handbolla məşğulam. Gənclər Birliyi komandasında qapıçıyam. Özüm də milli yığmanın oyunçusuyam. Məşqlərimiz çox gözəl, əzmli şəkildə gedir, çox maraqlı keçir. Oyunlarımız, hətta sezon başlayandan artıq 2 qələbəmiz var. İdman həyatımda çox şey dəyişdirdi. Başqa ölkələrə, səfərlərə getdiyim milli yığma ilə, dəfələrlə Azərbaycan himnini səsləndirdik. Gürcüstanda 1-ci yerə, Özbəkistanda 2-ci yerə çıxdıq. Nəinki handbolla, idmanla məşğul olmaq lazımdır. Çünki İdman özü bir sağlamlıqdır, özü bir həyat tərzidir. İdmanla məşğul olan hər kəs bilir ki, idmandan yaxşı bir həyat tərzi yoxdur, sağlamlıqdır. Mən Məmmədzadə Davud, 4 ilə yaxındır ki, handbolla məşğulam. Azərbaycan milli komandasının üzvüyəm. Həmçinin də Azərbaycan çempionatında Dinamo komandasında mərkəz oyunçusuyam. Mən handbola 6 nömrəli idman məktəbində başlamışam və burada da davam edirəm. İdman Akademiyasının tələbəsiyəm, 1-ci kurs tələbəsiyəm. Handbolla məşğul olduğuma görə xoşbəxtəm, sevirəm. Məşqçim Rövşən müəllimdir. Bu günlərə gəlib çıxmağımda mənə çox kömək olub. Bir idmançı kimi və bir gənc kimi idman mənə bir çox şey qatdı. Bunlardan biri də gənc yaşlarda bir çox xarici ölkələrdə olmaq, idmanda təcrübə yığmaq, yarışlarda iştirak eləmək və müşahidə aparmaq idi. Hansı ki, mən bir neçə ay ərzində 4-5 dənə ölkədə oldum. Gənclərə də həmçinin məsləhət görürəm ki, idmanla məşğul olsunlar, daim idmana yaxın olsunlar. İdman onlara həm psixoloji, həm fiziki xeyir verəcəkdir. İdman sağlamlıqdır, idman bir sevgidir və düşünürəm ki, idmansız həyat insan üçün bir qədər çətindir. Çünki mən idmana gələndən sonra özümdə xüsusi həm psixoloji, həm fiziki artım müşahidə eləmişəm.